Blok imtahanları üçün növbəti suala baxırıq. Düzbucaqlı üçbucağın katetləri 5 və 12-ə bərabərdir. Üçbucağın kiçik bucağının tənböləni qarşı tərəfi 2 hissəyə bölür. Alınmış hissələrin uzunluqları fərqini istəyir bizdən. Burada ilk olaraq biz nəyə qeyd eləməliyik? Deməli, düzbucaqlı üçbucaqda katetləri qeyd edirəm. Yəni, biri olacaq deyək ki 5, biri də olacaq 12. Avtomatik burada nə olmalıdır? Hipotenuz 13 olmalıdır Pifagora görə. Deməli, kiçik bucağının tənböləni qarşı tərəfi. Kiçik bucağın tənböləni, məsələn, buradan bir dənə tənböləni indirirəm aşağı. Qarşı tərəfi müəyyən hissələrə bölür. Deyək ki, bura A olsun. Özümüzdən adlandıraq. A, B, C, burada bir K olsa. Bura onda BK X olsa, deməli, KS 5 çıxaq X olacaq. Onda uyğun olaraq 12-nin nisbəti, yəni tənbölənlərin bizə verdiyi üstünlüyə görə 12-nin nisbəti X-ə bərabər olmalı nəyə? 13-ün nisbəti X çıxaq 5-ə. Daha doğrusu 5 çıxaq X-ə. 5 bərabərdir 5 çıxaq X-ə. Bu tənlikdən deməli 60 çıxaq 12x bərabərdir 13x-ə. Buradan 25x bərabərdir 60-a. X bərabər 60 böl 25 2.4. 2,4 yəni. 2,4 olacaq. X-in qiyməti 2,4 isə onda bir tərəfi 2,4, bir tərəfi də 5 çıxaq 2,4 olsa, yəni 2,6 olacaq. Aradakı fərq də 0,2-yə bərabərdir mütləq qiyməti.